Elden yok. Dişinle yaz. Ata, heç dişlə də yazmaq olar. Sərsə olar. Niye olmur ki? İndi mənə yazmaq ödəyəcək. Tut. Oğul, mən kadr hazırlamalıyam ya. Yok, sen bunun menfaatini böyüyende bileceksin. Bildin? Bu yeni usuldur. Sen yaz. Yaz ki yedi. Dağıttı. Apardı vicdansız. Yoldaş direktör olar. Ne oldu? Yine gelen var. Yoklayacaklar. Başka işdi. Bu uşaq dərs əvəzinə cızmaqara yazır, özüdəki dişi ilə. Dişinle niye yazırsan ki? Atam tapşırır yaz, mən də yazıram. Al bir yaz görün balı. Otur. Al yaz. Tez işte. Dayan. Deməli məktəbi ləkələyən, qutunu zirzibillə dolduran bu imiş. Atam bu sözləri niye yazdırır? Nə bilim, yazmasan məni döyür. Tapşırıb ki, evdə də, məktəbdə də bu sözləri dişinlə yaz. Yedi, dağıtdı, sonra da at təkliflər qutusuna. Yaxşı sen git. Dersinle məşğul ol. Bir de dişinle yazma. Onun atasını məktəbə çağırın. Baş üstə. Qutun da forması. Yok. Lazım değil. Daha təkliflər bitti.